Məhəmməd Baqir Qalibov ardıcıl 7-ci dəfə spiker seçilib. Today Press TV xəbər verir ki, bu barədə parlamentin mətbuat şöbəsi məlumat yayıb. Belə ki, İran İslam Şurası Məclisində keçirilən səsvermədə Məhəmməd Baqir Qalibov yenidən parlamentin sədri postuna seçilib. Bununla o, ardıcıl 7-ci dəfə bu vəzifəyə gətirilir. Parlament üzvlərinin səsverməsində Qalibov 271 səsdən 235-ni toplayaraq inamlı qələbə qazanıb. Digər namizədlər isə xeyli az səs yığıb. Xatırladaq ki, o, İran İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələrinin komandiri, daha sonra ölkənin polis rəisi olub. 2005-2017-ci illərdə Tehran meri vəzifəsində çalışıb. Bir neçə dəfə prezidentliyə namizəd olub, lakin qalib gələ bilməyib. Qeyd edək ki, Qalibov 2020-ci ildən etibarən parlamentin sədri vəzifəsindədir. Son illərdə xüsusilə ABŞ ilə danışıqlarda İranın baş əlaqələndirici kimi də fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, daha əvvəl Məhəmməd Baqir Qalibov Çin üzrə xüsusi nümayəndə də seçilib.